Herkese salam əziz izləyicilər. Frame Daşa podkastının ilk buraxılışına xoş gəlmisiniz. Bugünkü qonağımız ərəb gəlimi. Bu hanı? Azadlıq. Haydi məni döyüşdən döyüş aparalım. Aha, bu çağır onu, gəlsin. Başlayaq. Bəli, əziz izləyicilər, bugün bizim qonağımız ərəb gəlimi Həsəndir. Salam Həsən. Ay, sən bilirsən heç kimi çağırırsan bura. O cür nickname qoymuşam. Babək. Ərəb qəlimi Babək. Mən ata qanı ilə yoğrulmuş torpağın hökümdarıyam. Düşmənlərimin günahlarından qurulmuş taxta yüksəlmiş bir döyüşçü. Azadlıq. Siz Babək bəy üzrlü sayın, biraz qarışdırdım Babək. Zarafat edirəm, qorxma can ciyər. Babək, indi sən böyük döyüşçü olmusan da, yəni bu həm izləyicilərə, həm bizə də maraqlıdır. Böyük döyüşçü olmanın sirri nədədir? Gənclər, igid balalar, qulaq asın indi, həmən o sirri açıqlayıram bunu. Bunu həmişə orduma da demişəm, qorxmayın. Eşitdiklər şalar, qorxmayın. Əla. Hə Babək, mənə ümumiyyətlə xoş oldu səninlə görüşmək, çünki mən səni ümumiyyətlə həm də izləyicilər, səni həmişə kitablardan, hekayələr, tarixdən tanımışıq da belə deyim. Amma ilk dəfə canlı görmək mənə qismət oldu. Bu dövrün cavanlarını görmək məni də sevindirdi. Babək, icazənlə dərhal bir suala keçmək istəyirəm. Hər kəsi maraqlandıran suala açığı. Sən ərəblərlə ümumiyyətlə problemin nə olub? Yəni, çox maraqlıdır mənə. Bilirsən Ramal bəy, sadəcə xilafətə üsyan deyil, həm də ədalətsiz vergilərə və zülmə qarşı bir mübarizə idi. Yəni, vergilər deyəndə ki, indiki dövrdə ƏDV geri al söhbəti vardı. İstəyirsən, sən onu görüşlədim. Nətər? Problem. ƏDV geri al. Qardaş, mən 20 ildir ki, bunun üçün döyüşürəm də bəs. Gətir görün bir baxım, bidir nədir o? ƏDV. Ümumiyyətlə deyirlər ki, hürrəmlər bərabərlik istəyir də, yəni böyük bir döyüş olub, böyük bir savaş olub. Yəni qabaqda kim gedirdi yəni? Ümumiyyətlə bu döyüşü aparan əsas kim idi? Yəni bilirsiniz Ramal əfəndi, adətən qabaqda mən gedirdim. Dayanmadan da deyirdim, dalla qalan, dalla qalan. Bilməm niyə belə suallara qəliz verirəm, amma yəni bunu da demək istəyirəm, bir təsəvvüriyyat kimi. Hansı Slavyan ölkəsində üsyan edərdin? Yəni Babək yox, Babəkoviç olsaydı. Nə içmə? Yox, yəni bu bir familiya kimi deyirəm, bu içməli bir şey deyil. Yəni Babəkoviç bir familiyadır, yəni hansı Slavyan ölkəsində olsaydın üsyan edərdin. Qardaş, sənət ağa, qoy oturmuşuq, ərəblər bəs elədi bizə. Deyirsən mən pensiya vaxtında. Pensiya demək, yaralı yerimdir. 20 il döyüşmüşəm, o gün uşaqlar pensiya kapitalıma baxdılar. 200 neçəsə manatdır. Yəni ümumiyyətlə məni maraqlandıran əsas suallardan birini sənə vermək istəyirəm. Son zamanlarda bu ölkəmizə gələn ərəb turistlərlə bağlı nə fikirləşirsən? Ərəb? Bizim ölkəyə, 20 il uğrunda döyüşdüyüm ölkəyə? Hədə. İndi olduğumuz ölkəyə? Bəli, indi olduğumuz ölkəyə. Qardaş, telefonu ver görün bura bizimkilərə xəbər edin. Yox. Bura ver deyirəm, bura ver. Veriliş gedir burada. Bura ver. Bura. Bunların gözü görüm. İnsanın günlük rutini ümumiyyətlə önəmlidir. Yəni açığı mən də buna özüm şəxsi fikir verirəm. Və həqiqətən də mənə və izləyicilərə maraqlıdır ki, sənin günlük rutinin nədir? Babəkin günlük rutini nədir ümumiyyətlə? Belə deyim də, elə ki günəş üfüqdən doğur, qalaya şölə çaçan kimi dururam qılıncımı və dişlərimi cilalayıram. Bəzi qalasını 20 krok qaçıram. Sonra 20 jim, 20 turnik, 20 pres. Bərk olmaq lazımdır, bərk. İlqi çayında soyuq bir duş alıram, səhər yeməyinə də 2 dənə ərəb ürəyi yeyirəm. Sonra da oturub düşmanlarımı gözləyirəm. Ərəb ürəyi yeyirsiniz, onda siz kanibalsınız, hə? Kanibal nə də?
Bəli, keçən növbəti suala Babək. Gözdə. Vallahi. Bu ərəb nədə burada gəzir? O bizim işçidir. Nətə, sizin işçi? Bəli. Çox üzr istəyirəm Ramal bəy. 2 dəqiqəyə qayıdıram. Yox, Babək bəy. Sənin mən zatını! Sən çox qan qaynadıb Babək. Babik? Babik nədir Ramal bəy? Sənin başın... Babək bəy. Erkek dul kuşu için bu tüyler sadece süs değil. Her dalış, her kanat çırpış onu izleyen dişilere mesaj. Babək bəy vurma. Babək Həsən Babək bəy vurma. Mərd ol. Qorxma. Bir də su gətirin. Nəsə lazımdır. Bu da tarixi şəxsiyyəti Babək deyirsə. Söndürün, əziz izləyicilər. Krevrim danışaq. Bitdi.